Difai ümumiyyətlə azərbaycanlılara qarşı hər hansı bir pislik etmiş, cinayət törətmiş şəxsləri aradan götürmüşdü ki, məsələn, baxsaq ki, Tiflisdə Çar Canişini Qaraşapovdur, onun dəftərxana müdiri Kreşinskidir. Eləcə də Naxçıvanda da bir rus məmurunu qətlə yetirmişdi və bunun izahını da vermişdi. Yəni Difai əvvəlcə həmin şəxsin kimliyini, yəni öz aralarında müəyyən edirdilər ki, bu şəxs kimdir? Məsələn, general Qaraşapov Difainin dediyinə görə erməni-müsəlman hadisələri dövründə öz qoşunundakı erməni əsgərlərə mülki paltar geyindirmişdi və bunu xalqın arasına salmışdı və onlar, yəni peşəkar bu əsgərlər Azərbaycan xalqına qarşı cinayət törətmişdilər. Ona görə də bu fitnənin səbəbkarı kimi bu general aradan götürməli idi. Və buna görə də bir sui-qəsdçi seçirdilər, ona müəyyən məbləğdə pul da ödəyirdilər və o Tiflisə getmiş, ona atəş açmış, ölümcül yaralamış, Kreşinski isə öldürmüşdü. Difai bunu özünün həyata keçirdiyi mütləq bildirməlidir. Çünki bunu bildirməsə, bu hər hansı bir sui-qəsd hadisəsi olacaqdı. Amma orada Difainin mühür imzası olanda bunu göstərəcəkdir ki, bunu Azərbaycan türkləri ediblər. Ona görə də Çar məmurları məcbur qalıb Azərbaycanlılara qarşı olan öz münasibətlərini dəyişəcəkdilər.